Əslində Xürrəmi üsyanı Xəzərlər üçün ən gözəl fürsət idi. Fürsət idi, bəli. Faktiki olaraq Xürrəmilər üsyan qaldıran vaxtı Xəzərlər də arxadan zərbə vursuydular. Sözsüz ki, bütün bu ərazi ərəblərin hakimiyyəti altından, ərəb xilafətinin hakimiyyəti altından çıxardı. Amma bunu eləmədilər. Babək haqqında da o lap əvvəldə dediyiniz suala cavab kimi deyə bilərik ki, klassik Azərbaycanlıdır. Yəni %100 şeydir. %100 Keysaniyə. Bəli. Sadəcə olaraq Səhl ibn Sumbat onu əsir alanda Babək ona deyir ki, məni bu Yahudilərə neçəyə satdın? Yahudilərə. Hətta coğrafiyasını belə tam bilmirik. Ki Albaniya harda başlayıb, harda qurtarır. Ölsəm də, bundan sonra başıma nə iş gəlsə də mən padşah kimi öləcəm. Ha. Şah kimi öləcəm. Yəni mən şaham. Xoş gördük dostlar, əslində olan layihəsinin növbəti buraxılışı ilə qarşınızdayıq və bugün çox maraqlı bir mövzunu müzakirə edəcəyik. Hansı ki, bu mövzu mən deyərdim ki, Azərbaycan xalqını da bir növ iki yerə bölmüş mövzulardan biridir. Düşüncə olaraq, ideoloji olaraq. Bugün Babək Xürrəmi haqqında danışacağıq və qonağımız tədqiqatçı Araz Şəhrilidir. Araz müəllim, xoş gördük. Xoş gördük Ziya bəy. Mən təşəkkür edirəm sizə bizim dəvətimizi qəbul elədiniz və bu maraqlı mövzu haqqında biz bir veriliş hazırlayırıq və inanıram ki, maraqlı olacaq izləyicilərimiz üçün. İlk əvvəl mövzunu çox uzatmadan birbaşa keçək məsələyə, çünki suallar çoxdur və hamısı ətrafında danışmalıyıq biz. Biz Babək Xürrəmi haqqında danışırıqsa, əvvəlcə mən istəyirdim bir dənə çox qısa Babək Xürrəmi kimdir? Bu haqqda danışasınız, çox qısa formada. Qısa bir sözlə deyə bilərik ki, Babək Xürrəmi qəhrəman olub. Azərbaycan xalqının qəhrəmanıdır. Tarixin hansı dövründə yaşamasından asılı olmayaraq, hansı ərazidə fəaliyyət göstərməsindən asılı olmayaraq, yəni Azərbaycanın hansı ərazisində fəaliyyət göstərməyindən asılı olmayaraq, bu Azərbaycan xalqının qəhrəmanıdır. Biz onunla fəxr eləyirik və bizim belə deyək də, yəni tarixdə adı, sanı ucalmış bir neçə qəhrəmanımızdan biridir. Tarixdə həm də. Bəli. Bu Babəkdən ki danışırıq, biz əvvəlcə bunun bir nəsil şəcərəsinə müraciət eləyək. Bunundur. Mən istəyirəm o haqqda danışaq. Babək Xürrəminin nəsil şəcərəsində məsələn kimlərdəndir və yaxud milli kimliyi nədir? Bu barədə də biraz məlumat versəniz. Düzdür, əsas mövzumuz qabaqdadır, təməl mövzumuz, daha uzun mövzudur, amma o mövzuya qədər hələ ki Babəklə bir qısa tanışlıq olsun. Nəsil şəcərəsi haqqında kimlərdəndir Babək? Milliyyəti nədir, kökü nədir? Babəkin atasının adı tarixdə belə keçir, Abdullah. Atasının adı Abdullahdır. Deməli, Abdullahın atasının adı olub Mütəhhər. Mütəhhərin anası haqqında məlumat var. Fatimə adlı qadın olub. O Fatimə də Əbu Müslim Xorasani adlı sərkərdənin qızıdır. Tarixi mənbələrə görə. Fatimə. Bu Mütəhhərin anasının adıdır yoxsa? Mütəhhərin anasının adıdır. Aydındır. Düzdür, müxtəlif mənbələrdə o Fatimənin iki oğlu haqqında məlumat gedir. Birində Harun gedir, onun oğlunun adı. Ola bilsin elə iki oğlu olub. Birində Mütəhhər. Amma bütün bir çox mənbəyə əsasən Fatimə Əbu Müslim Xorasaninin qızıdır. Əbu Müslim Xorasani də Əməvilərin hakimiyyətinə son qoymuş sərkərdədir. Abbasilərin sərkərdəsi olub, əsas sərkərdəsi olub. O Xorasanda qiyam qaldıran, qiyama başçılıq eləyən. Onda Babəkin kökü bir növ Abbasilərə gedir çıxır. Abbasilərin sərkərdəsinə. Sərkərdəsinə gedir çıxır. Əbu Müslim Xorasaninin sonraki dövrdə Abbasilər özləri üçün təhlükə hesab elədiklərinə görə onu qətlə yetirdilər. Onun qətlə yetirilməsindən sonra qızı Fatiməni tərəfdarları gizlədirlər. Sonradan o Fatimənin oğlu olur. Fatimənin nəvəsi də Babəkdir. Nəticəsi nəvəsinin oğlu, yəni Abdullahın oğlu, nəvəsi Abdullah və onun oğlu Babək. Onda bu Abbasilərin sərkərdəsi olubsa Əbu Müslim Xorasani,
Bunun milli kimliyi məsələn kimə daha yaxındır? Bəzi versiyalarda məsələn Talış deyənlər də var, Kürd deyənlər də var, çox eşitmişəm Kürd. Türk deyənlər var və yaxud fars deyənlər var Babəkə adının məsələn oradakı Babək sözündəki babdan da çıxarış eləyirlər fars olmasın filan. Və milli kimlik bu Abbasi sərkərdəsindən gəlirsə bunun nəsil şəcərəsi, bunun milli kimliyi nədir? İndi lap əvvəldən 2 dənə misal çəkim. Axırıncı bizim sonuncu müharibədən bizim şəhidlərin arasında İraqlı şəhid də var. Əslən İraqlı olan şəhid də var, Fələstinli şəhid də var. Onların anası Azərbaycanlıdır, hər ikisinin. Birinin atası İraqlıdır, birinin atası Fələstinlidir. Biz onların milli kimliyini necə qəbul etməliyik? Çətin sual. Amma lap biraz da dəqiqləşdirək, bu məsələ ilə bağlı araşdıraq. Xorasanlılar kimlər olublar? 9-cu, 10-cu əsr ərəb mənbələrinə əsasən orada belə gedir. Xorasanlılarla türklər arasında fərq Məkkəlilərlə Mədinəlilər arasında olan fərq qədərdir. O dərəcədə. Belə yazıblar. Yəni bax bu deyilən budur. Xorasan ümumiyyətlə böyük ərazidir axı. Bəli, çox böyük. Bizdə Xorasan deyiləndə adətən başa düşülür ancaq İranın o şərq hissəsi. Bəli. Bizdə deyiləndə amma halbuki Əfqanistandır, Türkmenistandır, Özbəkistandır. Bunlar hamısı Xorasandır. Bəli. Böyük ərazi. Sonradan Xorasanın bir hissəsi Xarəzm olur, bir hissəsi qalır İranın tərkibində və gələcəkdə sonradan da bölünür. Yenə Əfqanistana ayrılır və İranın tərkibində qalan hissəyə. Yəni Xorasanlılar haqqında bax bildiyimiz bu qədərdir. Qaldı ki, Babəkin atasına hardan gəlib? Mədayindən gəlib. Mədayin Bağdad şəhərindən təxminən 30 kilometr aralıda yerləşmiş qədim şəhər olub. Yəni Sasanilər dövlətinin əsas paytaxtlarından biri. Bunların da Mədayindən Azərbaycana gəliblər. Mədayindən gəliblər Azərbaycana. Azərbaycanda bir yerli qadınla evlənib, ailə qurub, ondan da Babək doğulub. Onda Babəkin anası yerli Azərbaycanlıdır. Babəkin anası bəli. Amma ata tərəfi Xorasan. Ata tərəfi Xorasan və İraqdan gəlmədi. Xorasandan İraqa, İraqdan da Azərbaycan ərazisinə gəlmədi, amma yenə də milli kimlik haqqında tam dəqiq bir şey demirəm. Yox, tam dəqiq bir söz deyə bilmərik. Ümumiyyətlə bunu da biz qəbul etməliyik ki, Azərbaycanda yaşayan toplumların ümumiyyətlə milli kimlik haqqında danışmaq çox çətindir. Çünki o qədər qarışma var ki, bu coğrafiyada da həddən ziyadə. Ona görə dəqiqliklə məsələn bu türkdür, bu kürdür, bu talışdır demək ən düzgünü biraz çətindir. Azərbaycanlıdır. Azərbaycanlı ən gözəli budur. Babək haqqında da o lap əvvəldə dediyiniz suala cavab kimi deyə bilərik ki, klassik Azərbaycanlıdır. Bəli. Birbaşa Azərbaycanlı. Bəs bu Babəkin bir başçılıq elədiyi bir hərəkat var da. Buna biz deyirik Xürrəmilik. Bu çox qısaca bir şeydə vurğulayarsınız siz. Xürrəmlik ümumiyyətlə məzdəkiliyin davamıdırmı, yoxsa tam ayrı bir hərəkatlardırmı? Bir də bu Xürrəmlik hərəkatı Azərbaycanın hansı ərazilərini əhatə edirdi? Yəni bu bir üsyan ki var idi, Ərəb xilafətinə, yəni Abbasilərə qarşı bir üsyan ki var idi bu coğrafiyada. Bu hansı coğrafiyalar əhatə edirdi? Mərkəz hara idi məsələn? Bu haqqda da bir qısa məlumat olsa. Bir dənə deyə bilərik ki, Xürrəmlik Şimal Azərbaycanda zəif olub. Əsas Cənubi Azərbaycanda. Əsasən Cənubi Azərbaycanda olub. Cənubi Azərbaycanda yayılıb bizim indiki Lənkəran Talış zonası, sonra Ərdəbil, Qaradağ mahalı və Qaradağdan Həmədana gedən istiqamətdə. Yəni Qaradağ Təbrizə də düşür, yoxsa Qaradağ Təbrizdən aşağıdır. Qarabağla bizim Qarabağ zonası ilə həmsərhəd olan bölgədir. Çünki Təbrizdə də mən bilən Qaradağlılar məhəlləsi olmalıdır səfərimizdə. Ona görə. Ola bilər ki, oradan gəlmədilər. Amma qaldı ki, onların dini əqidəsinə Xürrəmiliyin məzdəkiliyi ilə heç bir aidiyyəti yoxdur. Yəni davamı kimi saya bilmərik məzdəkiliyindən. Çünki adətən biz bu daha çox Sovet şeylərində bu propagandalarında görmüşük. Adətən şey eləyirlər məzdəkiliyin. Dini məsələyə toxunacaq. Sadəcə o hərəkat olaraq, yəni məzdəkiliyin davamı saya bilmərik biz. Yox. Ayrı hərəkatlar. Yox, tamamilə ayrı bir hərəkatdır. Yəni bunların məqsədləri, qayələri, prinsipləri qəti heç bir aidiyyəti yoxdur. Tam fərqli olur. Onda deməli bunlar əsas Cənubi Azərbaycan ərazisində olublar və əsas mərkəz səhv etmirəmsə Urmiyadır, yoxsa? Yox, əsas mərkəz Qaradağ, Ərdəbil
bölgəsi. Ərdəbil və Ümumiyyətlə Xürrəmlik əslində 2 zonada güclü olub da, bayaq qeyd elədiyim kimi. Biri Lənkəran, Talış, Gilan zonası. Bəli. Yəni Şimali Azərbaycanın da o Xürrəmlik hərəkatına düşən hissəsi həmin zonadır. Bəli. Lənkəran, Lerik, bax bu ərazidir. İkinci isə Ərdəbil, Qaradağ zonası. Yəni Lənkəran deyəndə bu Azərbaycan Lənkəranda, Bəli, İran Lənkəran yox. Yox, bəli. Amma əslində eyni coğrafiya gedir də Lənkəran. Eyni coğrafiyadır, belə bir fərqi yoxdur. Amma o zona olub, onların arasında ərəb postları yerləşirdi. Yəni ərəblərin bir indiki terminlə desək blok postları yerləşirdi, yəni qarnizonları yerləşirdi. O zonada bu zonada bunlar fəaliyyət göstəriblər. Sadəcə olaraq Lənkəran zonasında fəaliyyət göstərən xürrəmilərə Məzyər adlı şəxs rəhbərlik eləyir. Məzyər. Bəli, Məzyər. O da yeri gəlmişkən Azərbaycan tarixində qiymətin almamış, öyrənilməmiş qəhrəmanlardan biridir. 839-cu ildə ərəblər onu əsir tuturlar və eynən Babək kimi Samirə şəhərində Babəkin cənazəsi ilə üzbəüz deməli yerdə edam eləyirlər. Babəkdən sonra edam olunur. O Babəkdən sonra 1 il, hardasa 2 il təxminən bir neçə müddət mübarizəni davam elətdirə bilir. Məzyər olur. Bəli. Dağlıq zona olduğuna görə bəli. Bir qədər artıq mübarizə aparır. Sonra bunu da əsir götürürlər. Məzyərin də müsəlman olmağın ərəb mənbələri özləri təsdiq eləyirlər. Məzyərin müsəlman. Ərəblər yazırlar ki, müsəlman idi. Hətta bəs niyə onda bəs çox maraqlıdır. Niyə Babək Məzyərdən daha çox tanınır? Əgər ikisi də eyni mübarizəni aparıblarsa, niyə bu məsələn Babək daha belə çox? deyək, hərəkatının böyük rəhbəri Babək idi. Əsas rəhbər. Əsas rəhbəri Babək idi. Məzyər onun bir növ kiçik tərəfdaşı idi. Köməkçisi idi. Bəli. Və Babəkdən sonra bu mübarizə. Bəli, o zonada fəaliyyət göstərən xürrəmilərə Məzyər rəhbərlik eləyirdi. Bizim Lerik, sonra gəlir Gilan zonası. Bax, həmin zonada rəhbərlik edənlərə Məzyər başçılıq edirdi. Məzyər, amma Cənubi Azərbaycanda məsələn Ərdəbil, Urmiya, burada daha çox Babəkin başçılığı ilə gedirdi. Məsələn, bir qısa bir şeyə də toxunmaq istəyirəm. Ağalar Qut var Azərbaycanda, fəlsəfəşünasdır. Mənim özüm də hörmət elədiyim bir şəxsdir. Məsələn, onun kitabında, səhv eləmirəmsə Aşma kitabında bu mövzuya toxunmuşdu. Babəkin adı ilə bağlı. Biz bilirik ki, bayaq da siz qeyd elədiniz, Babəkin atasının adı Abdullahdır, amma özünün adı Həsəndir. Biz bunu belə bilirik. Babək adı bir növ şeydir də, ləqəbdir. Amma məsələn Ağalar Qut öz kitabında qeyd edir ki, əslində Babəkin adı Həsən deyildi. Bir növ belə deyim də, indi düzdür Ağalar Qutun düşüncələri çox dəyişib. Məsələn son podkastında da artıq düşüncələrinin çox dəyişdiyini və əvvəlki kitabının artıq çapına icazə vermir. Məsələn Aşma kitabı ki nəşr eləmişdi, əvvəl çox radikal ateist idi Ağalar Məmmədov, həddən ziyadə islamofob ateistlərdi hətta. İndi düşüncələri çox dəyişib, artıq uzun müddət Qərbdə yaşadı və biraz düşüncələri dəyişdi və artıq o kitabın nəşrinə də icazə vermir. O kitabda Ağalar Məmmədov bir növ səylə, Ağalar Məmmədov əvvəlki adı, indi Ağalar Qutdur, yeni təxəllüsü. Ağalar Qut səylə çalışır ki, o kitabda Babəkin müsəlman olmadığını göstərsin. İndi müsəlman mövzusuna toxunacağıq hələ ondan əvvəl. Orada məhz o Həsən adının, Həsən bir İslami ad, axı imamın adıdır. Şiələrin ikinci imamının adıdır da Həsən. Bir növ Babəkin adının Həsən olmadığını göstərməyə çalışır və belə bir versiya qoyur ki, əslində onun adı Həsən yox. Türk dilində əsən sözü ki var, yəni salamatçılıq, belə deyək də sülh, salamatçılıq, əsən sözü. Deyir ki, onun adı əslində Əsən olub, Həsən olmayıb. Yəni türk adıdır və onun İslamla bir əlaqəsi olmayıb. Bu doğrudan belə bir versiya nə qədər realdır? Bizi çaşdıran, yəni fikrimizi qarışdıran o adların, sözlərin bir-birinə oxşamasıdır. O Ağalar müəllimin sözündə bir həqiqət var ki, bir həqiqəti tapmaq olar ki, həqiqətən də Həsən adı ilə Əsən adının adı faktiki olaraq eyni kökdəndir. Çünki hər ikisi biri ərəb dilində, biri türk dilində eyni mənanı ifadə edir. Hətta Hüseyn sözü də Həsən sözünün əzizləmə variantıdır. Bəli. Məsələn, başqa variantlar da göstərə bilərik də. Məsələn, Əli türklərdə də Alı. Bəli. Əli nə deməkdir? Uca.
Aha. Alı nə deməkdir? Alının da kökü gedir çıxır ulu sözünə, o da uca deməkdir. Və hətta qədim zamanlarda məsələn Fatimə adı var və var Fedima. Aha, bəli. Fetima, Fedima, məsələn Əhəməni şahzadələrindən birinin adı Fedima olub. Fedima. Fedima olub. Sonra başqa bir misal da çəkə bilərik, Mərvan adı. Aha. Parfiya hökmdarlarından birinin adı Mərvan olub. Mərvan, amma ərəblərdə də yayılmış addır. Bu sözlərin kökü eynidir. İnsanlar onsuz da bir atadan, bir anadan gəliblər də, Adəmdən, Həvvadan, dillər hamısı bir-birindən ayrılıb. Amma bu ona dəlalət eləmir. Yəni Babəkin müsəlman olmadığına dəlalət eləmir və bir də bu böyük ehtimalla Həsən adından deyil. Esen adından deyil. Hə, yəni adı Elə birbaşa konkret Həsəndir. olaraq Həsəndir. Bildiyimiz Həsəndir. Yəni, amma kökdə Əsən adı ilə eynidir və yaxud da Əsən sözü ilə eyni mənanı ifadə edir. Amma adın özü orijinalı ikinci imama, yəni İmam Həsənin adı ilə eynidir. Deməli Babəkin öz adı Həsəndir. Yəni əslində bir İslami köklərə dayanan bir addır. Həmçində atası ilə adı Abdullah. Yəni Abdullah birbaşa Allahın qulu deməkdir. Yəni burada bir növ belə deyək də ad olaraq Babəkin nəsil şəcərəsi və öz adı İslami adlardır. Bəli. Fatimə, Abdullah, Həsən bunlar İslami adlardır. Bəs Babəkin özünün dini inancı nə idi? Biz adətən Azərbaycanda çox vaxt ateistlər Babəki həddən ziyadə şey eləyirlər, reklam eləyirlər. Bizim qəhrəmanımız Babəkdir. Hətta İmam Hüseynlə Allahın salamı olsun, müqayisə eləməyə çalışırlar. Siz niyə İmam Hüseyni ağlayırsınız? Siz gedin Babəki ağlayın. Bizim qəhrəmanımız Babəkdir. Və burada əslində bir islamofobik bir təməllər var burada. Bunlar düşünürlər ki, Babək əslində İslam düşməni olub. Yəni Ərəb xilafəti ilə ki döyüşü, bu döyüşü bunlar İslamla döyüş kimi qavrayırlar. Və ona görə Babəki maksimal dərəcədə qabartmağa çalışırlar və düşünürlər ki, bununla da bir növ belə deyək də İmam Hüseynə və yaxud başqa İslam qəhrəmanlarına, hətta Peyğəmbərin özündən bir alternativ gətirmiş olurlar, anti-İslam alternativi. Və bir də burada təbii ki, Sovet Sosialist Respublikasının təbliğatı da var. Adətən bizdə həm Nəsimi, həm Babək haqqında bir növ kinolardan öyrəniblər də tarixi. Orada da maşallah Babəki Sovet filmi elə göstərib ki, adam filmə baxanda elə bilir ki, Babək bu dəqiqə Karl Marxın Kapital əsərini oxuyur. Sıxı xürrəmlik hərəkatı var. Doğrudan o cür göstərirlər. Yəni tamamilə o kommunist prinsipləri yüklüyüblər Babəkə. Hansı ki orada din olmaz, hansı ki orada xüsusi sosial bərabərlik məsələləri var falan. Yəni bütün məsələnin məğzini gətiriblər bura. İndi mən istəyərdim ki, bu Babəki filmlərdən tanıyan topluma bir növ siz tarixdən tanıdasınız. Babək kimdir? Yəni Babəkin inancı reallıqda nə olub? Tarixçi gərək həmişə faktlarla danışsın, fakta istinad eləsin. Bu təbii ki, bəzən insanları stereotiplər idarə eləyir. Sovet dövründə çəkilmiş həmin Babək kinosu, məsələn, insanların əksəriyyətində belə bir fikir yaradıb ki, Babək elə ilk materialistlərdən, ilk sosialistlərdən olub. Bəli. Sosialistlərdən olub deyə bilərik hələ. Amma materialistlərdən prinsiplərin içində sosial bərabərlik var idi öz yerində. Sözsüz. Amma materialist olub bunu demək mümkün deyil. Bəli. Xüsusilə Babək haqqında. Qəti şəkildə mümkün deyil. Amma yenə də belə deyək, bir balaca haşiyə çıxaq. Hər halda sağ olsunlar ki, o dövrdə belə bir film çəkiblər. Həqiqətən də gözəl əsərdir. Film gözəl filmdir. O propaganda olmasaydı içində çox gözəl filmdir. Baxmayaraq ki, məhdud maddi dəstək olub, imkanlar zəif olub, amma gözəl bir film çəkiblər. Babəkin məzhəbi haqqında biz mənbələrə müraciət eləsək, görərik ki, birinci müraciət edə biləcəyimiz mənbə Şəhristanidir. Şəhristani. Şəhristani İslamda ilk məzhəbşünas alimdir. Əhl-i-Sünnə olub özü, əqidəsində olub. Orada Xürrəmilər haqqında məlumat verir. Yazır ki, Xürrəmilər Keysaniyyə məzhəbinin bir qoludur. Yəni bu İslami məzhəbdir. Bəli. Düzdür, orada qeyd eləyir ki, bunlar İslamdan çıxıblar. Nədə İslamdan çıxıblar?
Quran ayələrin öz bildikləri kimi təfsir eləməyinə, İslamın daxili məsələsidir. bəli. Bunlar müsəlmanlar Hə, bu öz yerində. bəli, Məsələn, bəli. İmam Qəzzali də misal üçün İbn Sinanı bəzi məsələlərdə deyir ki, burada yanılıb. Amma bu bizim bu ateistlərin başa düşdüyü kimi şey deyil də, yəni qeyri-müsəlman deyil. Onların başa düşdüyü. Bu müsəlmandır. Sadəcə İslam daxili məsələlər. İslam daxili məsələdir. Keysanilər kimlərdir? Keysanilər İmam Hüseyn əleyhissalamın şəhadətindən sonra inanırdılar ki, növbəti imam Həzrət Əli əleyhissalamın 3-cü oğlu Məhəmməd Hənəfiyyə olmalıdır. Məhəmməd Hənəfiyyənin imamətinə inananlar idilər. Aha. Onun imamətinə inanan şiyələr idilər, Keysanilər. Keysaniyyə məzhəbi özü bölünür 5 qola. O 5 qoldan biri olur Əbu Müslimiyyə. Aha. Əbu Müslimiyyə bunlara Abbasi şiyələri də deyirdilər. Bu da nəyin əsasında gedirdi? Deməli, hansısa bir dövrdə Məhəmməd Hənəfiyyənin nəslindən olan bir nəfər, növbəti o əqidənin imamlarından biri, çox acınacaqlı duruma düşür. Maddi cəhətdən, xəstəliklərdən zəifləyir. Demək olar ki, qalmağa yeri qalmır və Abbasilərin babası Abdullah ibn Abbasın nəvələrindən biri ürəyi ağrıyır ona, deyir ki, əmoğlu, gedək bizim evdə qal, bunu götürür özü ilə, gətirir evinə, saxlayır, baxır, borclarını ödəyir. Bu da dünyasını dəyişəndə çağırır adamların, onlara tapşırır ki, deyir ki, mənim borclarımı mənim əmmim oğlu ödədi. Bundan sonra bu məzhəbin imamı bu olacaq. Bəli. Və Abbasilər buradan qiyam qaldırırlar. Belə bir versiya var ki, bunlar deməli Əbu Müslimi özlərinə sərkərdə kimi, emissar kimi seçib göndərirlər. Versiya nədir? Bu faktdır. Versiya Əbu Müslimdən sonra həmin o təriqətin davam eləməsi məsələsidir. Bu Keysaniyənin. Keysaniyənin. Həmin qolunun. Deməli, Əbu Müslim öldürüləndən sonra Əbu Müslimin tərəfdarları çəkilirlər gizlinə və o Xürrəmiyyə hərəkatı, Xürrəmiyyə deməli məzhəbi yaranır, çıxır ortaya. Onda bir növ belə deyək də, Keysaniyə ilə Babəkin babası vasitəsilə gəlmiş təriqətlərdən biri. Və bu təriqət amma Şiə təriqəti sayılır da, Şiə məzhəbinin içində olan bir təriqətdir bu təriqət. Aha, bu Keysaniyə bunu deməli qeyd edilir ki, Şəhristani. Bu yeri gəlmişkən batinilərin faktiki olaraq ilk təzahürü sayılır həm də. Yəni İsmaili şiələrindən. Yox, İsmaililər deyil. Bunlar da batinidirlər. Bunlar da batinidirlər. Çünki Qurani-Kərimin ayələrinin batini mənalarına bunlar üstünlük verirdilər. Hə. Yəni orada özləri bildikləri kimi yozurdular. Amma buna baxmayaraq, indi maraqlı başqa bir tərəfi də var. Xürrəmilər haqqında yazılır ki, bunlar Quran oxuyurlar. Bunların olduqları yerdən azan səsləri gəlir. Yəni bax bu qeydlər var. Bunlar da Şəhristanidadır, yoxsa başqa tarixi mənbələrdə var. Hamısında var. Yəni bunu tarixçilər bilirlər. Bu heç mübahisə mövzusu deyil ha. Yəni əzan oxunması. Hə, azan oxunması. Ümumiyyətlə Babəkin belə deyək də loru dillə desək, şiə olması məsələsi mübahisə mövzusu deyil. Yəni bu %100 şiədir. %100 Keysaniyyə. Bəli. Prosta sadəcə olaraq bir dənə mübahisəli məsələ budur ki, Babək Keysaniyyənin hansı qolunda olub? Hə, müzakirə mövzusu budur. Yeganə bu ola bilər. Əbu Müslimiyyə qolunda olub, yoxsa başqa bir qolda olub? Çünki orada başqa qollar var idi. Onlar Abbasiləri qəbul eləmirdilər imam kimi. Yəni onlardan olub, yoxsa bu birisilərdən olub? Başqa heç bir mübahisə mövzusu yoxdur. Bu adətən bu deyilmi Sovet filmi əsasında rəy çıxardılar Babək haqqında. Bu Sovet filmi də demək olar bütün mənbələrini götürüb Təbəridən. Hansı ki, Təbəri o dövrün bir növ belə deyək də saray alimlərindən biri olub da. Bu reallıqdır. Düzdür, mən məsələn özüm də bəzən Təbəriyə müraciət edirəm bəzi məsələlərdə, məsələn hansısa tarixi mənbələrdə. Amma Təbəri ümumiliklə Babəklə bağlı bu inanc məsələsində açıq-aşkar Babəki təkfir eləyir və İslamla qətiyyən əlaqələndirmir Təbəri. Ümumiyyətlə deyir ki, bu müsəlman deyildi. Bu məsələdə Təbəriyə nə qədər güvənmək olar? Məsələn, şeydə də var idi bu. Misal üçün Kərbəla hadisəsində məsələn Yezidin ordusu ilə əsgərlərindən bir çox elə bilirdi ki, İmam Hüseyn namaz qılmır.
ümumiyyətlə. Yəni bir növ burada propaganda var idi da, insanları öldürmək üçün adətən o dövrdə müharibədə də şeydən istifadə edirdilər də, bu İslamdan çıxıb və yaxud bu qeyri-müsəlmandır. Çünki müsəlman olanda burada din qardaşlığı məsələsi çıxır və problemlər yaranır. Mən soruşmaq istəyirəm, Təbəriyə biz nə qədər güvənə bilərik? Bu hansı ki Babəkə qeyri-müsəlman deyən məhz Təbəridir. Yenə də burada söz oyunundan gedir söhbət. Söz oyunu nədir? Məsələn, Nizamül Mülkün Siyasətnamə əsərinə baxanda orada da Babək haqqında yazıb. Yazır ki, onlar atəşpərəstdirlər. Bəli. Biz atəşpərəst sözün məcusi kimi başa düşürük. Bəli. Amma əslində diqqətlə oxuyanda əsəri görürsən ki, orada atəşpərəst deyiləndə cəhənnəm əhli nəzərdə tutulur. O qəsdən Məcusi mənasında deyil, cəhənnəm əhli. Yəni ki, atəşə sitayiş eləyən, atəşə nə ilə sitayiş eləyir? Əməlləri ilə sitayiş eləyir. Belə yanaşırlar. Atəşpərəst deyəndə bunu qəsd edirlər. Bunlar əslində qəsd elədikləri budur. Atəşpərəstdir, otpərəstdir, cəhənnəm əhlidir, cəhənnəmin yanacağıdır. Bax, buradan gedir söz. Bu mənada deyirlər. Bəli, mənası budur. Amma zərdüştlüyün bəs özü ilə... Orada zərdüştlüyün heç bir elementi yoxdur. Bəs bunu məsələn, Təbəri bağlayır da, Təbəri onlara zərdüşt deyir də, səhv eləmirəm. Yox, demir, atəşpərəst. Amma Sovet dövründə artıq bu mən yanlış xatırlamıramsa, əgər yanılmıramsa, Sovet dövründə artıq birbaşa zərdüşt deyilirdi onlara. Hətta Yusif Vəzir Səməncəminlinin də bir əsərində o Xürrəmləri birbaşa zərdüşt kimi göstəriblər. Yanlış Qızlar Bulağı əsərində səhv eləmirəmsə. Bu zərdüştlük ilə onların nəkimdə niyə bunu məsələn belə tanıdırlar da? Səbəb nə ola bilər zərdüşt? İndi elementar bir misal çəkim də. Məsələn, yenə də həmin o ərəb mənbələrində belə bir Babəkin inancı ilə bağlı belə bir detal var. Deyir ki, onlar Şirvin adlı qədim bir hökmdara sitayiş edirlər. Hökmdara. Şirvin adlı qədim bir hökmdara onu Muhammeddən və digər peyğəmbərlərdən üstün hesab edirlər. İndi sual yaranır. Axı zərdüştlülər ümumiyyətlə Muhammədi tanımırlar. Niyə ondan üstün hesab eləsinlər nə deməkdir? Deməli tanımırlar axı. Zərdüştlülər tanımırlar. Zərdüştlük haqqında sadəcə olaraq anlayışları olmadığına görə Sovet dövründə indi bəzi yazanların və yaxud da elə indinin özündə də Babək haqqında danışanların, yazanların zərdüştlük haqqında təsəvvürləri olmadığına görə onlar elə belə söz xatirinə deyir də özü üçün məsuliyyətsizcəsinə deyir ki, Babək zərdüştlü olub misal üçün. Amma bunun ciddi bir əsası yoxdur. Yəni heç bir əsası yoxdur. Dəlilləndirilməsi yoxdur. Qəti şəkildə yoxdur. Yəni onda bu versiyalar sadəcə olaraq bir növ belə deyək də o saray tarixçilərinin vasitəsilə müxtəlif formalarda hansı ki o döyüşməyə sövq eləmək üçün də bir növ ki bu adam kafirdir, bu adam müsəlman deyil, buna sövq eləmək üçün ortaya atılmış yalan versiyalarda bunların reallıqdan heç bir payı yoxdur. Onda biz Babəki şiə olduğuna bir mənalı olaraq əminik ki şiədir. Və bu onda belə deyək də bu Abbasilərə qarşı ki döyüşüb Babək. Məsələn deyirlər o ərəb işğalına qarşı döyüşüb. Onda bu döyüşün məğzi nə idi? Yəni burada İslami məsələ yox idi, yoxsa var idi burada da İslami məsələ? Yəni məzhəbi bir məsələ idimi, yoxsa tam başqa bir prinsiplər mi var idi? Ziya bəy, maraqlı bir detal var. Onun haqqında gərək danışaq. Danışaq. Bu nədir? Bilavasitə həm də Xəzər xaqanlığı ilə əlaqəli olan bir məsələdir. Babəkin ümumiyyətlə ərəblər haqqında təhqiramiz bir ifadə işlətməsi, bir söz deməsi faktiki olaraq yəni yox dərəcəsindədir, yoxdur. Amma bir dənə onun maraqlı bir ifadəsi var. Səhl ibn Sumbat onu əsir alanda Babək ona deyir ki, məni bu yahudilərə neçəyə satdın? Yahudilərə. Ərəblərə demir. Çox maraqlı. Deyir, məni bu yahudilərə necə satdın? Onu bizim tarixçilər adətən belə yozurlar ki, ərəblərlə yahudilər əslində əmoğlu olduqlarına görə Babək də bunu nəzərdə tuturdu. Amma belə bir şey yoxdur da. Yəni deyərdi elə ərəblərə neçəyə satdın? Ərəb sözü, ərəb etnonimi o dövrdə də geniş yayılmışdı. Qurani-Kərimdə də keçir. Yəni işlənən ifadədir. Biz ona görə baxmalıyıq ki, Azərbaycan ətrafında həmin dövrdə hansı hadisələr baş verib. Azərbaycanda bir tərəfdən Azərbaycan ərəb
xilafətinin tərkibində idi. Abbasilər. Hə, şimalda isə Xəzər xaqanlığı yerləşirdi. Aha. Xəzər xaqanlığı ilə Ərəb xilafəti arasında 650-ci ildən başlayaraq təxminən 100-120 il davam eləmiş müharibələr olub. Bu müharibələrə son qoyuldu 799-cu ildə. 799-cu ildən sonra faktiki olaraq 1-2 sərhəd konfliktindən başqa, o da xəlifənin və xaqanın razılığı olmadan baş vermişdi. Aha. 1-2 sərhəd konfliktindən başqa, münaqişəsindən başqa heç bir müharibə olmadı. Ərəblərlə Xəzərlər arasında. 799-cu ildə Xəzər xaqanlığı faktiki olaraq keçdi iudaizmə. Amma o dövrə qədər türk idilər, düzdürmü? Yox, elə ondan sonra da türk idilər. İnanc bəs türk inancı idi, yoxsa tam başqa bir... İnanc türk inancı idi. Bir tengri deyirdilər ona, bir tanrı, belə bir inancı idi. Sonra iudaizmə keçid oldu. 799-cu ildə Xəzərlərin ali təbəqəsi, yəni bəyləri bir hissəsi, bunlar keçdilər iudaizmə və faktiki olaraq dövlət dini iudaizm oldu. Rəsmi olaraq iudaizm. Amma əhaliyə bunun təsiri yox idi. Bu sadəcə olaraq elitada. Ancaq elitada idi. Bir də ticarətlə məşğul olan hissəsində. Qoşun müsəlmanlar idi. Müsəlmanlar. Qvardiya müsəlmanlar idi, Orta Asiya müsəlmanlarından idi. Təbəqə əhali Bulqarlar idi, Xəzərlər idi. İndi o dövrdə bunlara Xəzərlər, Bulqarlar deyirlər. Bunlar da müxtəlif inanclardır. 799-cu ildən sonra ərəblərlə Xəzərlər arasında heç bir müharibə olmayıb. Çox üzr istəyirəm. O dövrdə artıq İslam dini o Xəzər xaqanlığına, o Xəzər imperiyasına sirayət eləmişdi. Müəyyən qədər sirayət eləmişdi. Məscidlər var idi, paytaxtın özündə də. Yəni bu günə qədər hətta mən deyim ki, Xəzər xaqanlığının rəsmi dininin iudaizm olması məsələsi sual altındadır. Yəni məsəl üçün hansısa bir qədim tutaq ki, tikili Yahudi simvolları və s. bunlar yoxdur. Azdır, çox azdır. Çox azdır. Əsas belə İslam. Amma məktublar qalıb. Xəzər bəyinin məktubları qalıb. Xəzər bəylərinin o məktublara əsasən biz deyirik ki, bunlar iudaizm dini. Məktublarda qeyd edilir. Məktublarda bu qeyd olunur. Bəli. 799-cu ildən sonra ərəblərlə Xəzərlər arasında bir dənə də müharibə olmayıb. Yəni iudaizmi qəbul edəndən sonra, yəni müsəlmanlara görə artıq kitab əhli sayılır onlar. Böyük ehtimalla həmin dövrdə, mənim versiyamdır, fərziyəmdir. Həmin dövrdə ola bilsin ki, Abbasilər Xəzərlərə, Yahudilərə etnik mənada deməyək də, çünki Yahudi deyildilər, bunlar türk idilər. Bəli. Yəni klassik mənada Yahudi deyildilər. Xəzərlərə hansısa güzəştlər tanınmışdı. Ərəblər tərəfindən. Ərəblər. Bəli. Sərhədyanı bölgələrdə ola bilsin böyük ehtimalla. Sərhədyanı bölgələrdə onlar da çox güman ki, ya onların tacirləri, ya maliyyəçiləri hansısa formada əhaliyə iqtisadi təzyiq göstərirdilər. Yerli əhaliyə. İndi biz bilmirik onu. Sadəcə olaraq bir dənə o Babəkin o sözü deyir ki, məni bunlara neçəyə satdın? Bu onu göstərir ki, orada nəsə proseslər gedirmiş. Ərəblərə Yahudi deməsi, yəni bir səbəbi var. Səbəb var idi. Hansısa proseslər gedirmiş. Biz bilmirik o proseslər nədən ibarətdir. Ola bilsin orada bəlkə sələmçilik olub, ola bilsin nəsə başqa maliyyə əməliyyatları olub, yerli əhalinin Cənubi Azərbaycandan gedir ha söhbət. Yerli əhalinin müflisləşməsi ilə bağlı problemlər olub, amma bunlar da hamısı ehtimaldır ha. Yəni dəqiq bir ortada bir versiya yoxdur. Bir dənə sadəcə olaraq o ifadəyə istinad edirik və güman edirik ki, bununla bağlı sosial xarakter daşımış bir hərəkət olub. Bu əzilməyə qarşı da belə deyək. İqtisadi baskıya qarşı. Amma bir tərəfində ədalət naminə, bu biri tərəfində deyək, çünki fərziyyə həmişə ya bəraət verici olmalıdır, həm də ittiham edici olmalıdır ki, obyektivlik itməsin. İkinci bir tərəf də var ki, bəzən Sovet dövründə yanaşma belə idi, hər şeyi iqtisadi amillərlə yozurdular. Hər bir şeyi iqtisadi amillə yozurdular. Bu da düzgün deyil. Heç ola bilsin ki, orada belə bir problem yox idi. Sadəcə bizim çıxarışımızdır. Bu ehtimaldır ki, biz müqayisə gətirdik ki, Xəzərlərlə bunların arasında sülh bağlanıb, həmin dövrdə Xəzər xaqanlığı iudaizmi qəbul eləmişdi, ticarət karvanları gəlirdi, gedirdi, tacirlər fəaliyyət göstərirdilər və s. Bunun əsasında biz deyirik. Lakin ikinci heç də
bundan az ciddi olmayan ehtimal budur ki, sırf məhzəb xarakteri daşıyırdı. Məzhəb xarakteri, bəli. Bunlar ərəblərə qarşı məhz Xürrəmi kimi, Keysaniyə məzhəbinin ardıcılları kimi qiyam qaldırmışlar. Necə ki, məsələn, bütün Abbasilər əhl-sünnə dövləti sayılır da, düzdürmü? Abbasilər gələndə Mötəzilə filan da olub bir dönəmdir. Amma əsas əhl-sünnə sayılır məncə. əslində qalanda, məsələn, bu günün özündə əhl-sünnədə 3 dənə məzhəb qalıb da. Maturidiyyədir, Əşəriyyədir, Sələfiyyədir. Məsələn, bəli, Maturidiyyə ilə Əşəriyyə özünə əhl-sünnə deyir. Aha. Sələfiyyə özünə əhl-sünnə deyir. Bunlar da bir-birlərinin əhl-sünnə hesab eləmirlər. Amma Əqidədən orası gedir bəli, söhbət. orası məlum. Mötəzilə də böyük ehtimalla özünü əhl-sünnə hesab edir. Yo, zaten belədir. Amma indi məsələn əhl-sünnə də onları özlərindən saymır, şiələr də özlərindən saymırlar. Amma biz ümumilikdə Abbasilər dövlətinə bir sünni dövləti deyirik. Yox, sözsüz ki, əhl-sünnə dövləti idi. Və onda Babək də bir növ belə deyək şiə olduğuna görə burada artıq məzhəbi faktorlarda rol oynayırdı. Bir də məsələn biz hərdən bunu görürük. Bilmirəm nə qədər realdır yoxsa. Məsələn bəzi şiələr Babəkin o üsyanın, Xürrəmi üsyanını, İmam Hüseynin o bir növ belə deyək də Kərbala hadisəsinin bir davamı kimi də görürlər. Burada bir reallıq payı var yoxsa Əlimizdə bir fakt yoxdur. Fakt yox, sadəcə bir versiyadır buna atırıq. Sadəcə olaraq həqiqətən də həmin dövrdə bütün şiə üsyanlarının motivlərindən İmam Hüseyn istifadə elədikləri motivlərdən biri İmam Hüseyn məsələsi olub. Amma nəinki o dövr, indi də belədir. Hətta məsələn 79-un İran inqilabında belə əsas motivlərdən biri idi. Amma fakt yoxdur. Orası. Çünki nəyə görə? Bizim əlimizdə Xürrəmlərin öz kitabları yoxdur. Ona görə. Ancaq biz kənar mənbələrdən öyrənə bildik. Xürrəmlərin axırıncı deməli icması İranın səhv eləmirəmsə Ərdəbil bölgəsində yoxsa Gilan zonasında qalmışdı. 18-ci əsrin sonlarında bir nəfər şiə ruhanisi, 12 imam şiə ruhanisi həm də mülkədar olur. Ora hakim təyin olunur. Aha. Ondan sonra o Xürrəmiləri möhkəm orada belə deyək, çırpışdırırlar, döyürlər, nə bilim, kötəkləyirlər, onların kitablarını yandırırlar, hamısını keçirirlər, eləyirlər 12 imam şiəsi. Ondan da məsələ bağlanır. Ona qədər 12 imamçı deyirlər də Keysaniyə, yəni Məhəmməd Hənəfiyyəni qəbul edirlər imam kimi, artıq ondan sonra bir növ 12 imam şiəsi oldular. Bir də bayaq Xəzərlərdən danışmışkən, mənim özümə də maraqlı qaldı o məsələ. Mən inanıram ki, izləyicilərimizdə də bir sual doğuracaq bu məsələ. Azərbaycanda Abbasilər gələnə qədər bir Xəzər xaqanlığı var və ərəblərin arasında bunların mütəmadi müharibələr olub və həmin dövrdə də Azərbaycan arasında bir xürrəmilik hərəkatı var və bu da ortaq düşmənə, yəni Abbasilərə qarşı döyüşür. Bəs bu Xəzərlərlə xürrəmilərin ümumiyyətlə münasibətləri, yəni bir şey olubmu, bir münasibət olubmu, bir-birlərinə dəstək olublarmı? Bu barədə nə deyə bilərsiniz? Heç bir formada onların arasında əməkdaşlıq olmayıb, tərəfdaşlıq olmayıb. Bunun səbəbi nədir? Bəs niyə? Səbəb əslində Xürrəmi üsyanı Xəzərlər üçün ən gözəl fürsət idi. Fürsət idi, bəli. Faktiki olaraq Xürrəmilər üsyan qaldıran vaxtı Xəzərlər də arxadan zərbə vursuydular. Sözsüz ki, bütün bu ərazi ərəblərin hakimiyyəti altından, ərəb xilafətinin hakimiyyəti altından çıxardı. Amma bunu eləmədilər. Əksinə 650-ci ildən başlanmış Xəzər ərəb müharibələri 799-cu ildə yekunlaşdı. 799-da 98-də yekunlaşdı. Nə vaxt bayaq qeyd elədik? Nə vaxt yekunlaşdı? O vaxt ki, Xəzər xaqanlığında İudaizm hakim dinə çevrildi. Hakim təbəqənin dininə çevrildi. Onunla yekunlaşdı. Sonra bizdə səhv təsəvvürlərdən biri də Azərbaycanın güya neçə illər ərzində Xəzər xaqanlığının tərkibində olmasıdır. Olması barədə. Yəni Azərbaycan deyəndə bu indi yaşadığımız Şimali Azərbaycanın. Bu da heç bir əsası olmayan fikirdir. Onda Xəzərlər daha çox bizdən şimalda oldular. Şimalda oldular. Bəli, 627-ci ildə ərəb deməli İran Xəzər müharibələri dövründə İran ordusu Xəzərlərə məğlub olub, Xəzərlər bir neçə il müddətinə bu ərazini tutublar. Qafqaz Albaniyasının Gürcüstanı deməli işğal ediblər, tutublar. Aha. Həmin dövr nəzərdə tutulur.
O dövrdə də cəmaata zülm veriblər. İran deyəndə çox üzr istəyirəm. O dövrdə hansı dövlət idi? Sasanilər dövləti. Hə. Və bu Alban mənbələrində də var da, yəni Xəzərlər haqqında yaxşı yazmır. Xəzərlərin Şimali Azərbaycan mənbələri haqqında yaxşı fikirlər yazmır. 650-ci ildə artıq ərəblər Şimali Qafqazdakı Xəzər istehkamların hücumdan alırdılar. Hə. Yəni faktiki Dərbənddən qabağa getmişdilər. Keçmişlər. Hə, keçmişdilər. Yəni burada söhbət gedir hardasa bir neçə ildən. Bir neçə il ərzində Xəzərlər bu ərazilərdə qoşun yerləşdiriblər, hücumlar təşkil ediblər, amma belə demək ki, Xəzər xaqanlığının tərkibində olub, bu səhv fikirdir. Sadəcə 1-2 il. Məsələn, Osmanlıda da olub da. Hə, Osmanlıda da olub. Yəni bu böyük bir həll edici bir amil deyil. Düzdür. Bir də bir şey soruşum sizdən. Xəzərlər türklər idi. O dövrdə deyirsə Albaniyadan. Orada Albaniyada yaşayanlar da türklər idi o dövrdə. Yoxsa hələ gəlməmişdi türk. Albanlarla bağlı biraz mübahisələr çoxdur. Bəli, bəli. Albanlar ümumiyyətlə 26 tayfadan ibarət olub. Ümumiyyətlə bizdə Albaniya deyiləndə nə başa düşülür, onu hələ tam qavramamışıq. Çox qarışıq. Hə, onu tam qavramamışıq. Hətta coğrafiyasını belə tam bilmirik. Ki Albaniya harda başlayıb, harda qurtarır. Məsələn, Alban dilində məsələn bir mətn oxuyurdular. Keçən dəfə baxıram. Məsələn, mən özüm millət olaraq ləzgiyəm, ata tərəfdən ləzgiyəm və düzdür, ləzgi dilini bilməsəm də eşitdiyim dildir. Mütəmadi qulaq vərdişi var da, ata tərəfdə əmilər filan hamı danışır ləzgi dilində. Mən o dilə qulaq asanda baxdım ki, ləzgi dilindən çox oxşarlığı var məsələn Alban dilinin özünün. Məsələn, niyə soruşuram bunu? Bu məsələn ləzgilər, avarlar, o dinlər zaten sayılır, o dinlər heç. Məsələn, ləzgi, talışların özləri bu 26 Alban tayfasına daxil ola bilər yoxsa yox? Onlar elə 26 Alban tayfasının hərəsi biri olub. Yəni bunlar aiddir də, ləzgi var. Amma sadəcə olaraq məsələ burasındadır ki, bax bu sırf Alban adını daşıyan tayfa kim olub? Biz bunu bilmirik. Məsələn, bax bu gün Azərbaycanda Quba zonası, Qubada Alpan kəndi var. Yeganə kənddir ki, həmin o etnonimi daşıyır. Bu günə qədər də daşıyır. Alpan kəndi. Aha. Alpan kəndi ilə bağlı bir məqaləm var, araşdırmam var. Subaba piri. Aha. Orada Subaba piri var. Subaba piridir. Deməli kəndin əhalisi əhli sünnədir. Aha. Amma Subaba pirində o yatan mərhum Səfəvi ordusunun döyüşçüsü olub. Müqəddəs pir sayılır orada, uzaq sayılır. Çox maraqlıdır. Birinci dəfə də eşidirəm onu. Amma Alpan kəndi ətrafında müxtəlif xalqların yaşadığı kəndlər var. Alpan kəndinin özü türk kəndidir. Yəni onda Alban dövründə türklər yaşayıb Azərbaycanda. Yenə də ehtimaldır. Yəni bir mənalı bilmirik bunu. Dəqiq bilmirik. Və yaxud da başqa bir misal çəkim. Məsələn, Qazaxıstanın ən böyük tayfalarından birinin adı bu gün də Albandır. Təxminən Qazaxıstan əhalisi 8-9 milyondursa, indi dəqiq rəqəm mənim yadımda deyil də, hardasa 800 mini yoxsa 1 milyona yaxını Albandır. Onda belə buradan bu versiyanı da çıxartmaq olar ki, məsələn 26 Alban tayfası var idi, məsələn ləzgi, avar, talış və bunlara məsələn o əsas hakim güc türklər, məsələn Albanlar olmuş ola bilər. Məsələn yenə də deyə bilmirik də. Yəni versiya olaraq da bunlar hamısı əgər o Qazaxıstanda, Qubada o Alpanlar məsələn atlar bizi çaşdırır. Söhbət ondan gedir. Məsələn ona tarix çox qarışır. Avropada da Albaniya var. O da maraq. Düzdür. O Avropadakı Albaniya onların öz adları deyil. Onlar özlərinə Şkibetr deyirlər. Alban demirlər. Yox, Alban onlara kənardan qoyulmuş. Hardan gəlir bilinmir. Və yaxud məsələn İtaliyada Alban var. Alban dağı var, Alban kəndi var, Alban şəhəri var. Alban adı məşhurdur. Sonra başqa bir misal çəkim. Məsələn Romulla Rim, Romanın əsasını qoymuş Romulla Rim Albandır. Elə belə də gedir. Yəni o əfsanələrdə, bu da əfsanəvidir ha, yəni əfsanəvi obrazlardır. Onların da həqiqiliyini heç kim sübut eləməyib. Onların da adı gedir Alban. Sonra başqa bir maraqlı detal da deyim onunla bağlı. Deməli 90-cı yoxsa 2000-ci illərdə aparılmış İtalyan arxeoloqlarının, genetiklərinin apardığı tədqiqatlara əsasən Romanın ilk sakinləri Xəzər dənizi ilə Qara dəniz arasında yaşamış insanlar olublar. Oradan gəliblər. Albaniyada orada yerləşirdi. Romulla Rimin də o əfsanələrə əsasən kökü Albandır.
Hə, amma yenə də maraqlı ustad. Sözü də kəsirəm, üzr istəyirəm. O İtalyan mədəniyyətinin də Qafqaz mədəniyyətinə oxşaması çox maraqlı deyə o qədər oxşardılar ki, məsələn, o Azərbaycandakı mentalitetlə İtalyan mentaliteti, indi deyirsiz o versiya var ki, buradan getmiş ola bilərlər. Çox maraqlı yəni o qaldı ərazi mənə də. təsiridir. Burada bizim səhvimiz nədir? Həmişə dili önə çəkirik. Deyir ki, dil faktorunun, dil amilinin həmişə önə çəkirik. Ona üstünlük veririk. Məsələn, ona görə deyirik, Babək milli kimliyi nə olub görəsən? Bir başlayırıq onu axtarmağa. Dil əslində önəmli məsələdir. Amma önəmlilər arasında həlledici deyil. Əsas həlledici məsələ coğrafi faktordur. Mədəniyyət faktoru. Mədəniyyətdir. Yəni məsəl üçün deyək ki, buna əsasən deyək ki, hə, albanlar türk olub, İtalyanlar da deməli türk olublar. Burada yanlarıq sözsüz ki. Amma versiyalar var məsələn. Versiyadır. Bunlar hamısı ehtimallardır. Məsələn, deyə bilərik ki, albanlar türk olub, fərziyyədir. Deyə bilərik ki, albanlar ləzgi olub, onun özü də fərziyyədir. Bu Babək haqqında ki biz danışdıq ən əvvəldən, indiyə qədər Babəkin dini haqqında danışdıq, ata-babaları haqqında danışdıq, Xəzər Xürrəmi münasibətləri haqqında danışdıq. İndi əsas məsələ budur ki, Xürrəmiliyin sonrakı taleyi nə oldu? Bayaq səhv eləmirəmsə dediniz, bir uzun müddət Xürrəmiliyin bir qısa qolu da gəlib çatmışdı. Xürrəmiliyin taleyi haqqında bir qısaca danışaq ki, necə oldu bunlar? Və bir də Babəkin nəsli davam elədi ümumiyyətlə, yəni övladları var idimi? Babəkdən sonra nə oldu onların aqibəti bu haqqda? Bir neçə əlimizdə fakt var. Bunlardan biri budur ki, deməli Babək bayaq qeyd elədik. Xürrəmilik hardasa 18-19-cu əsrə qədər gəlib çatmışdı. 18-10, yəni 1800-lərə qədər var idi. 1800, bəli, var idi. Ondan əvvəl Ali Buvey sülaləsinin Xürrəmilərlə dənizdə müharibə aparmaları haqqında məlumat var. İran körfəzi tərəfdə. Buveyhlər. Buveyhilərin İran körfəzi ətrafında Xürrəmilərlə dəniz müharibələri aparmaları haqqında məlumat var. Yəni bax bu məlumat var. Buveyhilər 12 imam şiələri olublar. Bəli, bəli. Amma Xürrəmilər bayaq qeyd elədiyimiz kimi Keysanilər olublar. Yəni bu sadəcə olaraq fakt kimi göstərir ki, 12-ci əsrə qədər gəlib çatıb bunlar. Bəli. Plus Nizamül Mülkdə də var məlumatlar. Müəyyən məlumatlar var Xürrəmilər haqqında. Oradan da belə çıxır ki, həmin dövrdə kifayət qədər yayılmış məzhəblərdən biri olub. Yəni sonrakı dövrdə Babəkdən sonra zəifləsə də Xürrəmilik hərəkatı davam eləyirdi, yəni qalmışdı. Amma çox zəifləmiş bir formada. Artıq yəni üsyan falan qaldırmırdı. Yox, sadəcə olaraq lokal bir üsyanlar olmayıb. Axırıncı bunların fəal hərəkətləri tarixdə qeyd olunan Buveyhlərlə döyüşləri. Son budur, dəniz döyüşləri. Son budur. Babəkin nəsli haqqında, övladları haqqında iki fərqli məlumatı göstərə bilərik. Deməli, bunlardan biri budur ki, onun övladlarının çoxunun Abbasilər əsir alırlar. Əsir alırlar. Özü ilə bir yerdə əsir alırlar. Və hətta orada belə bir hadisə olur. Abbasi xəlifəsi Mötəsim Babəkin övladlarını edam elətdirmək istəyir. Amma sarayda olan əhl-i-sünnə alimlərindən biri deyir ki, uşaqlara ölüm cəzası düşmür. Ona görə anaları ilə bir yerdə onları azad eləyirlər. Azad eləyirlər, buraxırlar. Hətta deyilənə görə pul da verirlər, müəyyən maddi yardım da göstərirlər. Yeri gəlmişkən, bu detalın özü başqa bir maraqlı məsələni ortaya çıxarır. Əhl-i-sünnə fikrinə görə, indi düzdür, məzhəblərin, hər məzhəbin öz münasibəti var bu məsələyə. Kafirlər iki qismə bölünür. Biri əzəldən kafir olanlardır, ikincisi sonradan kafir olanlardır. Sonradan kafir olanları müharibə vaxtı öldürmək olar. Amma onların qadınların cariyə eləmək olmaz, qul kimi satmaq olmaz və s. Övladların, qadınların. Sonradan kafir olanlar kimlərdir? Yəni müsəlman olublar, müsəlman məzhəblərində olublar, sonra dəyişiblər. Dindən çıxıblar.
Bu onu göstərir ki, elə ki o Babəkin məzhəbi ilə bağlı dediyimiz fikirlər həqiqətə uyğundur. Yəni bunlar özləri də onun zaten ən azından əvvəlin müsəlmanı Ən azı etiraf eləyirlər. Yəni faktiki bu yanaşma ilə etiraf eləyirlər. Əks təqdirdə Babəkin övladlarını qul bazarına çıxarıb satmalı idilər. Aha. Qadınların hamısını cariyə kimi satmalı idilər. Yəni bu olmayıb da ən azı Təbərin nəsəllərindən buraxıblar. Ərəb mənbələri göstərir ki, bunları buraxıblar. İkinci məsələ əsasən Şərqi Roma. Bizdə səhvən Bizans deyirlər. Ümumiyyətlə tarixdə Bizans deyirlər, amma Şərqi Roma. Əslində isə Roma imperiyası. Bəli. Roma mənbələrində gələn məlumatdır. Deməli 830-cu ildə səhv eləmirəmsə, yoxsa 29-cu ildə o tarix yadımdan çıxır. Üzr hesab eləyin. Həmədan döyüşü olur. O Babək filmində də var, belə bir epizod var, deyir. Kim ki öldürürdü, gözündə vəhşət var idi. Kim ki ölürdü, gözündə dəhşət var idi. Həmədan döyüşündən sonra Xürrəmlərin bir hissəsi qayıda bilmir geri, yol bağlandığına görə. Bunlar mühasirəni yarıb, qərb istiqamətində mühasirəni yarıb gedib çıxırlar Roma imperiyasına. İndi bizim Bizans dediyimiz dövlətin ərazisinə. Bizanslılar bunları qarşılayırlar. Orada belə bir maraqlı məlumat var. Deyir, həmin o Xürrəmilərlə bir yerdə İran padşahının oğlu da gəlmişdi. İran padşahının oğlu. Az yaşlı olur. Orada göstərilən məlumatda onun az yaşlı olduğu qeyd olunur. İran padşahı deyəndə Babək İran padşahı deyiləndə böyük ehtimalla Babək nəzərdə tutulur. Biz onu Babəkin sözü ilə müqayisə edirik. Deyirik ki, Babək belə bir söz deyib ki, o da yenə mənbələrdə qeyd olunub. Deyir, mən ölsəm də, bundan sonra başıma nə iş gəlsə də mən padşah kimi öləcəm. Şah kimi öləcəm. Yəni mən şaham. Hətta o Sovet ideologiyasının orada istifadə elədiyi, amma təhrif eləyərək istifadə elədiyi belə bir ifadə var. Babək deyib ki, 40 gün qul kimi, 40 il qul kimi yaşamaqdansa, bir gün azad insan kimi yaşamaq daha gözəldir. Amma əslində Babək elə deməyib. Deyib ki, 40 il qul kimi yaşamaqdansa, bir gün şah kimi yaşamaq gözəldir. Onu təhrif eləyiblər. Deməli, o uşaq gəlir. Burada uşağı, o 12 yoxsa 10 yaşında uşağı İran padşahının oğlu kimi göstərirlər. Xürrəmilərin başçısı və İran padşahının oğlu. Həmin o qaçan Xürrəmilərin. Çox maraqlıdır. Bizans imperatoru bunu öz sarayında qəbul edir. Faktiki övladlığa götürür. Adın qoyurlar Tiafobus. Tiafobus, yəni Tanrıdan qorxan. Çox maraqlı, ilk dəfə də eşidirəm bunu. Bunu bizim tarixçilər də bir balaca çalışıblar, araşdırsınlar, amma gedib bir yerə çıxa bilməyiblər də. Çünki orada göstərmir Babəkin oğludur, amma göstərir ki, İran padşahının oğludur. Bir nəfər bir zadəgan ailəsindən bir uşaq var orada. Zadəgan ailəsindən bir uşaq, amma bilinmir kimdir. İmperator öz bacısını verir ona ərə. Və öz yerinə varis təyin edir. Həmin uşağı. Bu da yenə Bizans mənbələrindədir. Yəni araşdırmaq asandır. Niyə yad bir uşağı öz yerinə varis? Bax, sual oradan çıxır ki, bax səbəb nədir? Necə ola bilərdi ki, başqa bir ölkədən gəlmiş. Bunun bəziləri belə izah edirlər ki, güya Xürrəmilər orada çox idilər. Həmin Xürrəmiləri özü döyüşkən idilər, döyüş qabiliyyətləri var idi. Bunları Roma ordusunun tərkibinə qatmışdılar. Bunlardan müəyyən məqsədlər üçün istifadə edirdilər. Ona görə belə bir ad qoymuşlar, amma biraz həqiqətə uyğun deyil. Yəni Roma imperatorun belə şeylərlə təəccübləndirmək biraz çətin məsələdir də. Onun özünün kifayət qədər ordusu da var idi, qvardiyası da var idi. Adamlar, vətəndaşlarının sayı da kifayət qədər idi. Bu maraqlı məsələdir ki, niyə qoyur? Sonradan peşman olur. Niyə peşman olur? Çünki öz oğlu olur. Ona qədər öz oğlu yox idi. Öz oğlu yox idi. Ölüm ayağında tapşırır ki, Tiafobusu öldürün. Tiafobusu qətlə yetirirlər. Gətirib ona deyirlər ki, bəs Tiafobusu öldürdük, ondan sonra deyir ki, mən rahat ölə bilərəm, məndən sonra oğlum olacaq hökmdar, imperator. Çox maraqlı.
Bax maraqlı detal Bilmirdim budur da bunu. nəyə görə? Məsələn biz o Babəkin həmin o sözü ilə müqayisə elədik onu. Deyir ki, mən şaham. Sonra orada üçüncü bir dənə maraqlı detal var. Niyə Cavidan 16-18 yaşında bir uşağı kənddən götürdü, apardı və özünlə yaxın adamlara çevirdi? O uşaqda nə var? Maraqlıdır, hə, çox. Hansı səbəbə görə? Bax o səbəb maraqlıdır. Burada da yenə də ancaq fərziyələr irəli sürə bilərik. Birinci təbii ki, fərziyə Əbu Müslimlə bağlıdır. Amma məsələ burasındadır ki, babası ilə bağlıdır. Əbu Müslimin özü axı hökmdar olmayıb. Bəli, bəli. Adi sərkərdə olub. İkinci, yenə də deyirəm, ehtimaldır. İkinci ehtimal budur ki, Babək böyük, çox güman ki, böyük ehtimalla Ərsakilərdən olub. Kimdən? Ərsakilərdən. Aha. Ərsaki soyundan olub. Soy olaraq. Soy olaraq Ərsakilərdən olub. Ərsakilər sülaləsi 2 mərhələ keçib. Birinci mərhələ ona birinci dövr Ərsakilər, bunlar Nisa Ərsakiləridir. Nisa şəhəri Türkmənistanda yerləşirdi. Bunlar eramızın təxminən 9-cu ilinə qədər Parfiya dövlətinin, Pəhləvi dövlətinin rəhbərləri olublar. Hə. Bunlar amma addan türk adına oxşayır, Ərsatilər. Yenə də dəqiq deyil. Dəqiq deyil. Amma yəni, ər sözü biraz adam o rəsmi tarixi yanaşmanı götürsək, tam dəqiq deyil. Ər sözü əlbəttə türk sözüdür. Sak da Sak tayfasının adıdır. Məsələn, bugün Qazax deyiləndə Sak faktiki həmin adı daşıyır. Böyük Saklar deməkdir. Massaget sözü də böyük Sak ordusu deməkdir. Faktiki yenə həmin şey gəlir çıxır. Ərsakilərin ikinci dövrü, ikinci Ərsakilər sülaləsi başlayır 9-cu ildən. Eramızın 9-cu ilindən. İkinci Ərsakilər əslində Azərbaycan Ərsakiləridir. Ərsakilər. Cənubi Azərbaycandan olan Ərsakilərdir. Əslində bu şeyə də çox oxşayır. Bu ermənilərin ki Qarabağa qoyduğu Arsaq adı var. Bu Arsak. Əslində çox oxşayır da, bu türk adıdır da, bu da Sak kişisi. Deməli, Ərsak. 9-cu ildə Ərsakilərin ikinci sülaləsi ki gəldi hakimiyyətə, onlar əslində Ərsaki deyildilər ikinci sülalə. Deyirlər. Yox. Onların birinci hökmdarın, Ərsakilərin birinci hökmdarının anası Ərsaki idi. Anası. Anası Ərsaki idi. Özü atası Ərsaki deyildi. Atasının kimliyi ilə bağlı mübahisəli, etnik kimliyi ilə bağlı mübahisələr var. Tarixi mənbələrdə. Məsələn, bəziləri deyir ki, Atropatın nəsli olub, nəslindən olub. Aha. Bəziləri deyir ki, Dah tayfasından olub, Daxa tayfasından olub. Yəni biraz mübahisəli məsələdir. Skif olub, Sak olub. Bax belə fikirlər var. Versiyalar çoxdur. Versiyalar çoxdur. İkinci sülalə Azərbaycan Ərsakiləri. Bunlar müqəddəs sülalə hesab olunurdu İranda. İranda Azərbaycan Ərsakiləri. Sırf Azərbaycan Ərsakı. Birinci sülalə müqəddəs hesab olunmurdu. İkinci sülalə müqəddəs hesab olunurdu. O hakimiyyətə gələndən sonra özünün qardaşını Ərməniyə vilayətinə hakim təyin edir. Aha. Bu hayların iddiaları ona gedir çıxır. Həmin iddia ora gedir. Ora gedir çıxır, amma faktiki olaraq Ərməniyənin hakimi Azərbaycanlı olub yenə də. Yəni bu hay deyil. Yox, qətiyyən. Bunlara niyə müqəddəs sülalə deyirdilər? Onun səbəbi bilinmir. Amma fakt olaraq Yunan mənbələrində, Roma mənbələrində qeyd olunur ki, hətta ara müharibələri vaxtı Ərsakilərlə deməli digər döyüşçülər qabaq-qabağa gələndə başqaları onları görən kimi özlərini görməzliyə vurub keçirdilər ki, onlara əl qaldırmasınlar. Düşmən tərəfdə olsa belə. Onu öldürmək istəmirdilər. Deyirdilər ki, böyük günahdır. Ona görə Ərsakini öldürmək böyük bir günahdır. O günaha görə cəzalana bilərik. Yeri gəlmişkən Beyləqanda pir, Cərziz peyğəmbərin piri var. Dərbənddə də onlar baba və nəvə olublar da. Babası səhv eləmirəmsə Dərbəndədir, nəvəsi Beyləqanda və yaxud da əksinədir. Onlar da Ərsaki olublar. Millət olaraq Ərsaki. Soy olaraq Ərsakilərdən olublar. O ikinci sülalənin davamçıları olublar. Bütün deməli tarixdə, həmin dövr tarixində bunlara müqəddəs sülalə kimi baxılıb. Çox qəribə. 222-ci ilə qədər təxminən.
220-ci İldə ildə doğrudan peyğəmbər çıxıb o sülalədən bəlkə ona görə yenə də bilmək çətindir, çox çətindir. Yenə də yanlarıq, amma sadəcə olaraq mənbələr belə deyir də. 220-ci ildə Sasanilər qiyam qaldırıb Pəhləvi dövlətini yıxanda həmin Ərsakilərin hamısını öldürdülər. Əksəriyyətini öldürdülər. İndiki o Qafqazda olan bəzi qolları onların qaldı. Qafqazdakı bəzi qolları qaldı. Cənubi Azərbaycandakıların çoxu qırıldı, bir hissəsi qaldı, hardasa getdilər, neynədilər. Amma ümumi şəkildə bu soya həmişə belə baxıblar. İndi orada gəlirik Sak məsələsinə. Biz dedik axı onun atası Sakdan idi, Saklardan idi. Saklarda da sayı deyilən bir tayfa olub, bir soy olub. O saylar işləmirmişlər. Elə cəmaət gətirib onlara pul verirmiş, yemək verirmiş, dolandırırmış. Bir dənə deyirmişlər ki, bizim üçün dua elə. Nəzirlə yaşayır. Nəzirlə, dua belə deməli köməklə, yardımla yaşayırmışlar. Bu təbəqə haqqında Yunan mənbələrində kifayət qədər məlumat var. Sayı sözü bizdə dilimizdə də var ya, o deyir sayılıb seçilən adamdır. Bax o oradan gələn bir sözdür böyük. Seyid sözünün kökü də ora ilə bağlıdır. Doğrudan. Bəli. Amma o demək deyil ha, yəni ərəb seyidləri təbii sözün kökü, sözün. Dillər bir dildən gəlir də. Yəni nə də olmasa onların hamısında hansısa elementlər qalıb. Hər bir dildə o biri dildə oxşayan elementlər qalıb. Ola bilsin ki, Babək həmin o saylardan idi, Ərsakilərdən idi. Bax bununla bağlı ona görə onu Cavidan belə özəl gördü. Cavidan onu çox güman ki, ona görə götürmüşdü. Əgər Əbu Müslüm söhbəti yox idi orada. Yəni sırf Əbu Müslüm məsələsi deyildi. Amma əvvəldə dedik ki, Əbu Müslüm sərkərdə deyildi. Bununla belə başqa bir maraqlı fakt var. Əbu Müslüm Əmir Teymurun ən hörmət elədiyi ziyarətgahlardan biri olub. Əbu Müslümin qəbri. Ziyarətgah kimi də Orta Asiyada qalırdı. İndi bilmirəm nə vəziyyətdədir. Amma Əmir Teymur dövrünün mənbələri yazırlar ki, həmişə Əmir Teymur gedib oranı ziyarət edirmiş, Əbu Müslümin qəbrini. Əmir Teymur oranı ziyarət edirdi. Əmir Teymurun özü də sufiliyin bir təriqətində idi. Elə bir təriqətinə etiqad eləyirdi ki, yəni o təriqətin yolu ilə gedirdi ki, həmin təriqətin bir qolu da gəlir çıxır, deməli Keysaniyə o əvvəldən gəlmişdi. Bayaq dedik, oranı ziyarət eləyirdi. Həmin təriqətin bu təriqət hara gedir? Bu təriqətin də bir qolu gəlir çıxır Xarəzmşah Cəlaləddinə. Yəni o da eyni təriqətdə olublar. Eyni təriqət idi. Yəni Teymurlənk və Cəlaləddin. Əmir Teymurla Cəlaləddin. Yəni silsilə ilə götürəndə gəlir çıxır. Bu da gəlir çıxır Mövlana Cəlaləddin Rumiyə. Başqa bir tərəfdən. Yəni o da eyni təriqətdə. Yəni orada bir məqaləm var. 5 tarixi şəxsiyyəti birləşdirən cəhət. Onların da bir tərəfi gəlir çıxır Şah İsmailə. Amma çox maraqlıdır ki, mən bildiyim qədərilə bu qeyd elədikləriniz sünni təriqətində olublar. Yəni əqidə sünni olub, amma təriqət. Əmir Teymur mübahisəlidir də. Amma Mövlana məsələn dəqiqdir əhli sünni olduğu. Amma İsmailin doğrudan o da mübahisəlidir. Kifayət qədər mübahisəlidir. Amma İsmailin şey olduğu dəqiqdir. Yox, dəqiqdir. Amma Əmir Teymurla bağlı bir qərbli onun yaxşı bir yazısı var. Deyir ki, Əmir Teymurun bioqrafiyasını tərcümə halını yazanda qeyd edir ki, deyir o Xorasanda sərbədarlar üsyanını yatırdanda şiələr olublar sərbədarlar. Deyir çox qəzəblənmişdi ki, sərbədarlar bəzi səhabələri lənətləyirlər. Demişdi ki, bunları cəzalandırın ki, səhabələri Əmir Teymur yollarını azıb səhabələri lənətləyirlər, yaxud da təkfir edirlər. Suriyaya gələndə orada Əhl-i Beytin müdafiəçisi kimi çıxış elədi. Dedi ki, bəs bunlar Muaviyyənin tərəfdarlarıdır, Yezidin tərəfdarlarıdır, bunları qılıncdan keçirdim. Çox qəribə. Deyir ki, Əmir Teymur nə şiə idi, nə sünni idi. idi. O sadəcə olaraq
müəyyən əqidəsi olan adam idi. Hə də hər mövzuya bir cür yanaşıb da. Amma özünün yanaşması var idi. Hə, öz Yəni onu yanaşması. Əmir Teymuru klassik mənada şiə hesab eləyə bilmərik. Nə də sünni. Klassik mənada sünni hesab eləyə bilmərik. Yəni heç birindən hesab eləyə bilmərik. Bu ortada olan bir öz şəxsi yol idi, düşüncələri oldu. Bəli, öz düşüncəsi olan. Bir də bir şey soruşum, bu Bizansa gedən Babəkin oğlu haqqında danışdıq. Bu Ərəbistana gedənlər, yəni Samira şəhərindəki artıq azad olundu. Samira da azad edilirlər, səhv eləmirəmsə. Bunların aqibəti haqqında mı bir şey bilmirəm. Yox, heç bir məlumat yoxdur. Heç bir məlumat yoxdur. Onların hər birinin anası ilə Babəkin bir neçə həyat yoldaşı olub. O da anaları ilə qoşub göndəriblər hərəsin bir yerə. Tarixdə də bilinmir. İndi o tarixdə bəziləri bəlkə ola bilər müəyyən bir dövrdə qalıb, müəyyən bir yerdə itib. Məsələn, onu heç kim dəqiq bilmir də. Biraz çətindir. Bir də son sual da vereyim. Bununla yekunlaşdıraq qısaca. Adətən Xürrəmiləri bir növ gözdən salmaq üçün, xüsusən o dövrün o saray tarixçiləri ən çox ortaya atılan məsələlərdən biri insest məsələsi idi. Yəni deyirlər ki, Xürrəmilər başda Babək olmaqla bunlarda insest var, sonra qrup münasibət var, yəni cinsi münasibətdən gedir söhbət. O onun yoldaşı ilə, bu bunun yoldaşı ilə. Yəni necə gəldi? Yəni burada bir cinsi məsələdə, bir ailə dəyərlərində heç bir konsepsiya yoxdur. İnsest var, bir-birlərinin həyat yoldaşları ilə yaşamaq var. Bu nə dərəcədə realdır? Yəni bunu necə atıblar ortaya? Yox, heç bir reallığı yoxdur. Bu bir balaca onların məzdəkilərə oxşadırdılar. Aha. Bayaq dediyi zərdüştülərdən. Bəli. Babəki əslində zərdüştülərə yox, məzdəkilərə oxşatmaq istəyirdilər. Hə, bu məzdəkilərdə məzdəkilərdə deyilənə görə belə bir olub belə şeylər. Çünki məzdəkilər radikal faktiki sosialistlər idilər. Aha. Onlar hər bir məsələdə deyirdilər ki, bərabərlik olmalıdır. Elə İlkin belə deyək də kommunizmin özünün də kökündə bu dururdu. Bəli. Ailə institutun dağılmalı idi. Hə, insanın azadlığın əlindən alan bir deməli detaldır və s. İdeal cəmiyyət üçün ailə olmamalıdır. Hə, bunlar belə fikirləşirdilər, amma dövləti qurandan sonra gördülər yox, bu alınmır. Yəni dövlətin dayağı ailədir. Ona görə ailə məsələsinə önəm verdilər. Məzdəkilərdə deyilənə görə olub, belə bir məsələ olub və məzdəkilərə də İran tarixşünaslığında İslama qədər ki, İran tarixşünaslığında çox hədsiz dərəcədə mənfi münasibət var idi. Həmin mənfi münasibət İslam tarixşünaslığına sirayət elədi. Məzdəkilərə qarşı. Və məsələn, Ənuşiravanı müsəlman tarixçiləri ədalətli hökmdar kimi göstərirdilər əksəriyyəti, müsbət tərəfdən onu xarakterizə edirdilər, amma Məzdək haqqında mənfi danışırdılar. Yəni burada Babəkin Məzdəkilərə bənzədilməsi o dini bənzətmə deyil faktiki. Aha. Bir növ təhqir eləmək üçün bənzədilir. Hə, yəni və məzdəkilərdə olan o mənfi xüsusiyyətləri yükləyiblər Babəkin üstünə ki, bu elə o davamçısıdır, bunda da var bir şeylər. Hə, filankəs məsələn tutaq ki, filankəslərdən. Yəni bu mənada işlənir. Qaldı ki, real həmin məsələ yenə də fakta istinad eləmək lazımdır. Belə bir fakt yoxdur. Yəni Babəkin öz bacısı ilə evlənməsi, anası ilə evlənməsi və s. belə bir fakt yoxdur. Və yaxud da digər Xürrəmilərlə bağlı yenə də ortada heç bir fakt yoxdur. Orta əsrlərdə Ələvilər haqqında Türkiyədə bəzi radikal dindarlar, ekstremist dindarlar Ələvilər haqqında da bəzən belə xoşa gəlməz söhbətlər yayırdılar. Sonra Türkiyə cəmiyyəti buna etiraz elədi və bunu yığışdırdılar. Çünki Ələvilər çox əxlaqlı, tərbiyəli, zəhmətkeş və insanlardır. Bu insan müəyyən bir qrupu, müəyyən bir təbəqəni ləkələmək üçün standart istifadə olunan vasitədir. Başqa bir şey tapmayanda başlayırlar bu söhbəti ortaya atmağa. Xürrəmilər haqqında da ona görə bunu belə bir iddianı gözdən salmaq. Hə, gözdən salmaq üçün, amma fakt yoxdur. Yəni qəti heç bir fakt yoxdur. Aydındır. Araz müəllim, təşəkkür edirəm mən sizə. Çox şəxsən mənim üçün də çox maraqlı mövzu oldu və çox şey öyrəndim həqiqətən bu podkastımızda. Sizə çox minnətdarlığımı bildirirəm, təşəkkür edirəm, dəyərli vaxtınızdan ayırdınız və bugün bizlə burada bu layihənin bir hissəsi olaraq iştirak elədiniz. Minnətdaram sizə. Əziz dostlar, bugünkü qonağımız tədqiqatçı Araz Şəhrili idi və mövzumuz Babək Xürrəm haqqında idi. İnanıram ki, sizlər üçün maraqlı bir podkast oldu. Ziya bəy, çox sağ olun dəvət elədiyinizə görə. Ümid eləyirəm ki,
Tamaşaçılarımız üçün də maraqlı olar.